Hazırda uşaqlar arasında virus infeksiyalarının geniş yayılması müşahidə edilir. Bu xəstəliklər böyüklərdə də rast gəlinir. Ancaq uşaqlar, xüsusilə 7-8 yaşa qədər olanlar infeksiyalara daha həssasdır və xəstəlik onlarda daha ağır gedişli olur. Bu sözləri Yeni Sabaha infeksionist hepatoloq Mərdan Əliyev bildirib. Onun sözlərinə görə bu yaş qrupunda yüksək qızdırma, ürəkbulanma kimi hallar tez-tez müşahidə edilir. Bunun əsas səbəbi həmin yaş qrupuna aid uşaqların xəstəliklərlə ilk dəfə qarşılaşmasıdır. Yəni onların immun sistemi bu infeksiyalarla yeni təmasda olur. Hərə tanışlıq mərhələsindədir və buna görə də böyüklərlə müqayisədə daha zəif reaksiya verir. Nəticədə xəstəlik daha ağır keçir. İnfeksionist əlavə edib ki, uşaqlarda bakterial angina zamanı badamcıqların, tonzillaların böyüməsi, irinlənməsi və boğazda kəskin ağrı müşahidə edilir. Bu infeksiyalara səbəb olan viruslar müxtəlif ola bilər. Qrip virusu, adenovirus və s. Bundan əlavə bakterial angina da mövcuddur. Uşaqlarda bakterial angina zamanı boğazda badamcıqların, tonzillaların böyüməsi, irinlənməsi, üzərinin ağ ərplə örtülməsi, boğazda kəskin ağrı müşahidə olunur və bu vəziyyət yüksək qızdırma ilə müşayiət edilir. Eyni zamanda bədəndə səpkilər də yarana bilər. Qarın və bel nahiyəsində, eləcə də üzdə hiperemiya, yəni qırmızı səpkilərin olması müşahidə oluna bilər. Doğrudur, virus xəstəliklərində də səpkilər ola bilər. Ancaq bakterial xəstəliklərdə gediş daha ağır olur, səpkilər daha çox olur və boğazda irinli ərpin olması daha xarakterik əlamət sayılır.